İsraf her zaman gələkdir. Xüsus indiki bahalıqdır. Xurduxura şiirəndə bək bahalıqdır. Meyvə bahalıqdır. Mənim tövsiyəm ağalara odur ki, meyvəni olanda beteydə dalsınlar. Xüsus adamın ki, evdə si uşağı var ya nəvəsi vardır. Uşaq meyvəni gözünə təpsin. Biraz çox olanda, misal desən bir sanda alsın, qoysun ora. Uşaq bilmir ki, o nə müsibətinin bir dənə alma olub gəlib ora. Buna kişavəz nədir məsəlsin? O su götürür, pul götürür. Və indi də bahadır, əlavə bər o bahadır. Meyvəni bəs beteydə alsan, uşaq israf edəməz. Əlbəttə o da deyir, mənim bir xanımım var, çox əqilli bir adamdır. Bu israf meyvəni həll edibdir. Mən adını qoymuşam, Nahiddir, Nahid israf kuş. Necə həşərə kuşular, həşərəni də o plastik şeylə öldürürlər. Nahid, bizim Nahiddə israf öldürür, nə cür öldürür? Mənim bir iki dənə şuluq nəvəm vardı. Elə bir diş qurtla almaya, əmrut atırlı deyir. Bizim xanım bunlar qoymaz aslında aşkın qabını deyə yığın. Qoyun yaxsılar, mənə də uşaqların dilinizə nababa deyək. Ababa gələr yiyək. Ababa olub indi evdə nəmələ, nəvə, yatışlı uşaq. Meyvəni dişlərdə at deyirə, ababa olar yiyəcək deyir. Hər kəs də bir sözündə deyirsiniz qoyun yaxsılar, ababa yiyək. İndi nəmələ pasmanda kəzadır. Nəmələ o meyvəni yiyib atma meyvədir. Olan hamısı Nahid xan həll edibdir. Misal, bu günə mən nəvəm vardı, Oktaydı. O yerdə at deyirəm. Mən deyim, Oktay, o niyə özü atsan deyə. Deyim, baba, bilirəm də sənə sağlımı yetişməyir, sən elə cəbətdə dişlənmişsin deyəsən. İndi bunlara giriblər, bax bir, bu portadı var, yiplə atıblar, bax bir. Bu portadı. Bu əmrutdur. Bu ağıqda yiyib atıb bir. Nahid xan götürüb, saxlayıb bax bir. Bu pamadoydu, yiyib pamadoydan bir dişçiyə atıyırdı, lalə pamadoydu. Ha, indi bunu tapmaq olmaz. Nə müsibətinə, mən yiyib lalə pamadoyu almışam, indi bunu bir dişçiyə atıyırım.